Salam əziz və dəyərli şagirdlər. Bu günlər sizə buraxılış imtahana düşə biləcək belə bir kvadrat tənliklərin daha qısa, daha az vaxt aparan həll yolunu göstərəcəm. Deməli, adətən belə kvadrat tənlikləri biz diskriminant tapmaqla, sonra köklərini x1, x2-nin düsturlarını yazıb tapmaqla həll edirik. Və bu da bizim müəyyən qədər vaxtımız alır. Bunun daha asan yolunu tapmaq üçün biz nə etməliyik? Əvvəla başa düşməliyik ki, x kvadratın qabağında, yəni ümumiyyətlə kvadrat tənliyimiz ax kvadrat üstəgəl bx üstəgəl c şəklindədir. X kvadratın qabağında duran ədədimiz, yəni a-mız 2-dir, b-miz -8, c isə 6-dır. A-nı, B-ni, C-ni yazandan sonra belə bir qaydanı yoxlamalıyıq, yəni şərti yoxlamalıyıq. Əgər A üstəgəl B üstəgəl C bərabərsə 0, köklərdən biri 1, digər kökümüz isə C bölünsün adı. İndi bizim misalda da 2 üstəgəl -8 üstəgəl 6. 2 ilə 6 verir bizə 8, -8 ilə islah olunur, verir 0. Yəni bizim A üstəgəl B üstəgəl C bərabər 0 şərtimiz ödənilir. Onda bizim kökümüz 1, digər kökümüz isə C, yəni 6 bölünsün A-mız da 2-dir. Bərabər 3. Demək 2 kökümüz var, biri 1-dir, biri 3-dür. Yaxşı, bəs gəlsək bu misala. Tutaq ki, burada da yenə həmin qaydanı tətbiq eləmək istəyirəm. A 7-dir, B 3-dür, C də -4-dür. Gəlir ki, ay mənim, bunları toplayanda 0 vermir. Çünki 7 üstəgəl 3 10 verir. Üstünə -4 gələndə 6 verir. Bəs burada qayda necə olur? Burada şərt belədir ki, A çıx B üstəgəl C bərabər 0 olarsa, bunu belə çərçivəyə alaq. Köklərdən biri həmişə -1-dir. İkinci kökümüz isə -C bölü A-dır. Onda bizim də tənliyin bir kökü -1-dir. İkinci kökümüz isə -C. C'miz özü nədir bizdə? -4 bölünsün A-mız da ki 7-dir. Cavab da olur müsbət 7-də 4. Yəni bir kökümüz -1-dir, bir kökümüz 7-də 4. Baxın bu cür asan yolla. Yəni kvadrat tənliyi diskriminantını hesablanmamışdan əvvəl onun ABC-sinin cəminin ya da və yaxud da A çıx B üstəgəl C-nin 0 olduğunu birinci yoxlayın. Əgər ödəyirsə bu şərtlərdən birini, çalışın ki, bu yolla gedin. Sağ olun, salamat qalın. İnşallah növbəti misal.